Mən efirdə dedim ki, heç vaxt ailə qurmaram. Onda o deyir, Ələsgər, Aşıq Ələsgər deyir, sındı qol qanadım yanıma düşdü. Bu onda fikirləşib ki, bu ailə qurmayacaqsa fikrimi deməyim. Mən orada toya gələndə açdı ürəyini dedi. Öyle bir şərait yarandı. Daha doğrusu o mənə dediyi toy gününə mənim Bakıda, Gəncədə elə bir toyum çıxdı ki, mən o adamlara vaxtı dəyişdirə bilmirdim. O adamların da sözünü geri çəkə bilməzdim. Ərkim çatdı bu oğlana, Mamet bəyə. Zəng elədim ki, olar mı? Bugün kimi yadımda siz 12 noyabrı başqa həftəyə keçirəsiniz. Evyəsi ilə danışın. Dedi, evyəsi mən. Dedim, yox da toy sahibinə deyin. Dedi, mən nə deyəcəm odur. Ürəyiniz necə istəyir, Afət xanım? Dedim, mənim ürəyim istəyir ki, bir həftə o yana salaq sizdəki toyu. Dedi, baş üstə. Mən gördüm ki, mən nə deyirəm odur. Bildim ki, burada nəsə iş var. Ondan sonra da uşaq deyiləm ki, danışıqdan bəlli oldu. Dedim ki, birinci pasport at baxım. Görüm, subay mı yazılmışam? Pasportda. Baxdım ki, subay. Sonra da araşdırdım, gördüm ki, hə, boşanıb. Sonra da toya gələndə baxdım ki, kişinin oğlunun altında Range Roveri, S-klası, restoranı, oligarx oğlandı. Dalaşanda dedim, Alfons, hər dəfə deyirəm. Mən beləyəm də, mənə bir dənə pislik elə, gör səni yerlə sürüyürəm, yoxsa yox. Ay onu yazan. Hə, ondan sonra o məni niyə saxlamalı? Mən invalid deyiləm, topal deyiləm. Lazım gəlsə, o deyir, otur evdə, mən baxım da sənə. Mən işləməsəm ölərəm. Mən özüm pul qazanmasam ölərəm. Mən düşmənlərim də sənin kimi fikirləşir. Sən mənim düşmənim deyilsən, ay onu yazan. Çünki bilirəm ki, mənə baxırsansa, mənim səhifəmdəsənsə, məni istəyirsən, bayaqdan izləyirsənsə. Həm də ki, biri var, mən elə belə o Bakıda müğənnilər şou proqrama gedir. O qiymətə getmirəm ki, mən burada Azərbaycan pulu ilə ən zəif getdiyim toy 5000 manatdır. Ən zəif. Buradakı Rusiyada yaşayan Azərbaycan. Özdə burada şabaş çoxdur da. Mənə də elə bir dıngıltı yeri olsun. Mikrofonumu alıb girib oxuyacam. Bir çanta pulla çıxıram oradan. Mən pulu sevirəm. Pul məni xoşbəxt edir. O deyir, indi qalikim gəlir. Mən niyə əziyyət verməliyəm ki, Mamet mənə burada da qalik al. Burada da al deyəndə zaten özüm almışam oradakını da. Burada da birini. Yağın aşağı nə ziyan var? Qoy sənin müğənnin sənin toyuna Paslerini qaliklə gəlsin. O da deyir, qalik varındır da, Rolls Royce al. Deyirəm, yox. Mən qalik xoşlayıram. O belə. Ondan sonra biz getdim, çıxdım haralara. Nəysə, ondan sonra mən gələndə açdı ürəyini dedi. Güllə zadla gəlmişdi qarşılamağa. Dedim, dəyərləndirərəm. Mənim də həmişə arzum idi ki, Rusiyada mən toy axınına, toy bazarına, axına düşə bilərdim. Mən o vaxt Pənşeş vaxtı bu axına düşmüşdüm. Zaten Mamedin yanına da toya gəldiyimdən də bəlli idi. Amma həftədə bir dəfə gəlirdim. Mən istəyirdim ki, kalendarla oxuyum toyları. Həm ziyarət, həm ticarət. Həm bir gülləyə 2 dovşan vurdum. Həm Mamed kimi kişi qazandım. Həm toyların kraliçası oldum. Həm rus dilini öyrəndim. Bu da mənim üçün bir avantajdır. Niyə? İnsan, hamımız dünya bir dəfə gəlirik, yaşayırıq, pis, yaxşı, ölüb çıxıb gedirik. Mənim üçün ikinci bir dil bilmək, bu mənim avantajımdır, mənim inkişafımdır. Beynəlxalq dildir də, rus dili, ingilis dili. Bizim ailədə də hamı bilirdi, bir dənə mən bilmirdim. Mən də gəldim bunu burada öyrəndim. Bazən var idi, söz yox. Biz hamımız keçmiş Sovet dönəminin uşaqlarıyıq və mən də nəzərə alın ki, 11-ci sinif qom olmuşam, orta məktəbi yaxşı oxumuşam, qrammatikanı pis yaxşı bilirdim. Yəni mənə çox da əziyyət olmadı. Mən dokument məsələlərində də imtahanı da özüm verdim, qayda qanunla. Belə getdikcə də praktikaya tətbiq elədim. İndi sizin müğənniniz. Yəni mənim əldə elədiklərimi geriyə nəzər salıram. Dalaşdıq, boğuşduq, vuruşduq, axırda barışdıq. Başa düşdüm ki, mən bu kişisiz yaşaya bilmərəm. Çünki insan yaşad olduqca normal qadın, yaşad olduqca insan təkdirsə ailə qurmalıdır. 60-da, 70-də gec olacaq. Həmişə, məsələn, subay vaxtı bayramlarda tək qalırdım. İndi şükür Allaha ki, adam tək deyilsən də, yəni bunu deyim. Və heç, tutaq ki, bu dəqiq evdə təkəm, amma mən ən güclüyəm. Bilirəm ki, mənim arxamda başqasının əri yoxdur, öz ərim var. Başa düşdünüz?
Kalendarın toyu, indi toy sezonu deyil axı. İndi həftədə 2 dənə, 3 dənə ancaq toy olur. 1 dənə, 2 dənə. İndi artıq sezon bitdi, qış deyil. Heç Moskvada toy yoxdur. İndi mən Severə gəlirəm sabahları. Yəni toylar artıq Severdədir. Moskvada gələn aya 2-3 dənə varımdı, amma əsas Severdədir. Məsələn, Tümen, Surgut, Omsk, Tomsk, yəni o tərəflər. Novosibirsk. Dediyim oldu ki, eşkör o bir müğənnilərin toyu var, şeydə oxuyurlar da, Allah hacının canını sağ eləsin. Baxın da, Vəfa harada oxuyur? Akşinin şeyində, o nədir? Məkanında, Tornadoda. Mən pisləmirəm, amma pisləmək fikri ilə demirəm. Toy oxumur ki. Ya da ki, Azərbaycanda nə dəb düşübdür? Toyları olmayan müğənnilər konsert eləyirəm. Nə konsert? Konsertdə sənə 5000 pul verirlər ki. Stolun üstü canlıya görə belə qozları qırıb böyürümə yığmışam. Bəli, bəli, bəli. Mən Milli Şoya şəkil göndərim. Təzə şəkil, eksklüziv, yaxtadan, Mametlə yaxtadan şəkilimi göndərirəm. Heç yerdə olmayan şəkilim eksklüziv Milli Şoda olacaq. Mən sizinlə sağollaşım, yoxsa yox? Azərbaycanda da toy yoxdur. Dünən danışmışam müğənnilərlə. Biz hər gün danışırıq. Qızlarla danışırıq, adlarını demirəm. Ehtiyac yoxdur. Mənim orada bacışqalarım var. Təranə xanımı bilirsiniz zaten. Bura gəlir toya. Ansamblı ilə. Musa müəllim Təranə xanım. Bəli, bəli. Ola bilər heç onu qoymadıq geri qayıtmağa. Bacışqası ilə əl-ələ verib toyları partlatdı burada. Sevgimdən ayrı qala bilsə inşallah. Görün bu telefonumda var mı? Yoxdursa bu danışdığım telefon. Burada olmalıdır da. Buradadır mənim o şəkillərim. Dayan. Milli Şopsat göndərirəm sizə direktə. Göndərirəm. Bu şəklimiz necədir? Yaxtadayıq. Burada mən gombul düşmüşəm, amma olsun. Mamet də qırmızı kofta geyinən deyil, zorla mən geyindirmişəm. Mən xoşlayıram kişi belə bardov kofta geyinsin də, rəngli kofta geyinsin, baxırsınız. Ay, demişdim eksklüziv. Vay, Milli Şoda baxmalısınız. Göndərirəm. Bu şəkili göndərirəm. Mən buradan Всё. Milli Show. Instagramın direktinə baxın. Baş üstünə. Bu deyil. Eksklüziv Mametdən icazəsiz. Ay, təpəmi yaracaq.